Mövsümün yekunları ilə bağlı son sujetimiz Premier Liqanı ilk altılıqda başa vuran komandalar haqqındadır. Yeni çempion, reanimasiyadan qayıdan Neftçi, UEFA'nın Avropa qatarından düşürdüyü Turan Tovuz, bəxtinə qəfil gün doğan Zirə və kimsənin baş açmadığı Araz Naxçıvan. Nəhayət bu mövsüm Sabah klubunun sabahı xeyrə açıldı. Yaranmasının 9-cu ilində əsas komanda ilk dəfə Azərbaycan çempionluğunu qazandı. Masazır təmsilçisi bu uğura doğru addım-addım gəlirdi. Premier Liqada bir dəfə gümüş, bir dəfə bürünc medalları qazanan Sabah, ötən mövsüm Azərbaycan kubokunu qazanmaqla ilk titulu klub muzeyinə aparmışdı. Ötən yay baş məşqçi postuna gətirilən Valdas Dambrauskas isə Sabah həm kubok, həm çempionluğu qazanmaqla qızıl dubl etdi. Hərçənd mövsümün startı onlar üçün o qədər də könül açıcı değildi. İlk 5 turda İmişliyə məğlubiyyət, özündə olmayan Neftçi və Sumqayıtla heç-heçlər və 2 qələbə. Amma Dambrauskasın ordusu tədricən sürət yığmağa başladı. Çempionlar Liqasının gərginliyi, yorğunluğu altında sıxılan Qarabağın ara-sıra xal itkiləri də bir tərəfdən işə yaradı. Dekabrın 18-də birinci turdan təxirə salınan oyun qış çempionluğunu müəyyənləşdirdi. Sabah bu maçda Qarabağı 2-1 məğlub edərək zirvəni ələ keçirdi və mövsümün sonunadək bir daha oradan enmədi. Sabah Qarabağdan bu mövsüm üstün olduğunu təkcə bu qələbə ilə deyil, sonraki 2 çempionat və 2 kubok görüşündə də isbatladı. 2 qalibiyyət, 2 heç-heçə. Ümumilikdə Sabahın Qarabağ qarşısındakı məğlubiyyətsiz oyunlar seriyası 9 maçça çatdı. Bütün bunlardan sonra Sabahı dartaraq çempion etdilər, Sabaha hakimlər kömək etdi. Demək üçün ya gözün kör olmalıdır, ya vicdanın. Bəli, Sabahın xeyrinə hakim səhvləri oldu, amma Sabahın əleyhinə də hakim qərarlarını gördük. Ümumiyyətlə, hakimlərin səhvlərindən bu mövsüm bir çox klublar zərər çəkdi, haqları yeyildi. Bu haqda sujetin sonunda. İllərlə deyirdik ki, çempionatımız rəqabətsizdir. Qarabağ bir ayaqla çempion olur, layiqli rəqiblər olmalıdır. Buyurun, bu da layiqli rəqib. Mövsümün ən çox qalib gələn, ən az uduzan, ən çox qol vuran və ən az top buraxan, ən yaxın izləyicisi Qarabağ kimi Azərbaycan futbolunun brendini 9 xalqa bağlayan Sabah. Əsas rəqibi Qarabağa ardıcıl 9 oyun uduzmayan bir komandanın sadəcə əlini sıxıb təbrik etmək lazımdır. Daha çempionluğuna kölgə salmaq yox. Çempionun 33 oyunda vurduğu 75 qolun 40%-i 2 futbolçu Joyliens Mikels və Velko Simiçin hesabındadır. Həqiqətən möhtəşəm mövsüm keçirdilər. Sivasspordan icarəyə götürülən Simiç, eləcə də Almaniyanın Holstein Kiel klubundan Sabahda icarə əsasında oynayan Timoteusz Puchac mövsümün ən yaxşılarından idi. Sabah tam doğru olaraq hər iki futbolçunun transfer hüququnu mövsüm bitincə aldı. Simiçlə 2, Puchacla 3 illik müqavilə imzalandı. Kapitan Amin Seydiyev, Pavel Şafranko və Jesse Seklikanın klubdan ayrılması artıq dəqiqləşib. Amma əsas odur ki, Sabah çempion heyətin özəyini Avrokuboklar üçün qoruyub saxlayıb. Sabah həm də idman prinsiplərinə hörmətlə yanaşdı. Bəziləri çempionluq qazanan komandanın Azərbaycan kubokunun finalında Zirəyə güzəştə gələcəyini gözləsə də, Dambrauskasın komandası buna yol vermədi. Zirə üzərindəki finalda qələbə Neftçinin Avropaya yolunu açdı. Neftçi ilə oyunlarda, tribunalarda Lalə Məmmədovanın "Bu şəhər ikimizə dar" mahnısı ilə rəqibə replika atan Sabah bu dəfə Neftçinin Avrokuboklara vəsiqə qazanmasında mühüm rol oynamaqla sanki mahnının yeni versiyasını yaratdı. Bu şəhər ikimizə dar, Avropada isə yerimiz var. Avropa demişkən, Azərbaycan çempionluğu uğurdur, amma bir növ çempionluq diplomunun təsdiqi Avrokuboklarda olur. Sabahın samballı heyəti təxminən 30 milyon manat civarında büdcəsi və ən əsası əla baş məşqçisi var.
Qarabağla rəqabətə Qurban Qurbanovla baş-başa gəlməyə illər boyu Azərbaycanda bir çox xarici məşqçilər çalışıb. Az-çox Qəbələdə Roman Qirqarçuk Qurbanov və komandasına qarşı layiqli rəqib olaraq ortaya çıxmışdı. Dambrauskas isə tam fərqli səviyyə göstərdi. Yeni mövsümdə Qurbanov Dambrauskas rəqabətini izləmək daha maraqlı olacaq. Amma ona qədər Litvalı mütəxəssis öz sabahı ilə Avropada nəyə qadir olduqlarını göstərməlidir. Neftçinin 2021-ci ildəki çempionluğunda olduğu kimi Sabah da Avropanın bütün klub turnirlərini 45-50 gün ərzində oynayıb başa vuracaq. Əli ətəyindən uzun ölkə çempionatına qayıdacaqsa, evdə xoruz, çöldə fərə çempion Azərbaycan futboluna lazım deyil. Qarabağ üçün xüsusi bir mövsüm oldu. Klub Avropada tarixinin ən böyük uğurunu imza atdı. 8 il sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə aldı. Bununla da kifayətlənməyib 16-da 1 finala yüksəldi. Adını Avropanın top klublarıyla bir sıraya yazdırdı. Xəyallarımızda belə görmədiyimiz anları yaşatdı. O günləri bir də nə vaxt görəcəyik Allah bilir. Daxili yarışlarda isə Sabah həm kubok, həm çempionatda Qarabağı birincilikdən məhrum etdi. Ağdam klubu əvvəlki mövsümlərdə daha rahat idi. Heyət Avropa oyunlarında yorulanda Qurbanov müəyyən rotasiyalar edir, ehtiyat qüvvəsi ilə belə rəqiblərini əzib keçirdi. Bu mövsüm daş qayaya rast gəldi. Sabah kimi komandanı eksperimental heyətlə Ramil Şeydayev, Kuaku, Adda ilə üstələmək mümkün olmadı. Çempionlar Liqasının həm fiziki, həm psixoloji yorğunluğunu komanda qaldıra bilmədi. Həmişə dəmir intizamı ilə seçilən Qurban Qurbanovun komandasından intizamsızlıqla bağlı xəbərlər yayıldı. Sami Emmaye Çempionlar Liqası maçında əvəz etmədən meydana çıxmaq istəmədi. Elvin Cəfərquliyevlə Abbas Hüseynovun sorağı isə Şamaxı ilə xal itirilən oyundan sonra əyləncə məclisindən gəldi. Adətən futbolçuları müdafiə edən Qurban Qurbanov belə intizamsızlığa görə güzəştə getmədi. Emmaye artıq komandadan gedib. Abbasla Elvin də yol istədi. Təklifləri götür-qoy edirlər. Onlardan başqa Toral Bayramov Bursa Sporla müqavilə imzalayıb. Qarabağa bu mövsüm heç bir faydası dəyməyən Ramil Şeydayev, həmçinin stabil oynamayan Adday da klubdan ayrılıb. Bundan sonra da gedənlərin olacağı gözlənilir. Qarabağa silkələnmək, toparlanmaq üçün belə bir mövsüm lazım idi. Azərbaycan futbolu üçün böyük bir tarix yazmış, uzun illər təkrarlanmayacaq uğurlara imza atmış Qurban Qurbanov indi yeni Qarabağ qurmalıdır. Yəqin ki bunu bacaracaq da kuboku, çempionluğu Sabaha uduzmasını qoyaq bir kənara. Qarabağ bizim üçün Avropada daha maraqlıdır. Böyük klublar, böyük məşqçilər ani uğursuzluqdan yıxılmaz. Toparlanıb yenilənən, daha güclü Qarabağ gözləyirik Avropada. Mövsümün bürünc medallarını qazanan Turan Tovuz o sevinci uzun müddət və ürək dolusu yaşaya bilmədi. 32 il sonra Avrokuboklarda oynamaq haqqı qazanan Tovuz klubuna UEFA-dan gələn qəfil qərarla zərbə vuruldu. Komanda hələ 1-ci divizionda oynayanda 2018-2019-cu illər mövsümündə 7 futbolçusu oyun alqı-satqısında təqsirkar bilinərək ömürlük futboldan uzaqlaşdırılıb. Klubun özünə isə 10 il Avrokuboklarda iştirak qadağası qoyulub. Amma Azərbaycan futbolunda 2-3 nəfərdən başqa bundan kimsənin xəbəri olmayıb. Kimdir həmin 2-3 nəfər? 2019-cu ildə AFFA-nın və Turan Tovuzun rəhbərliyində oturanlar. UEFA-dan cəza ilə bağlı məktub həm AFFA-ya, həm də Turan Tovuza gəlib. O vaxt AFFA-da Elxan Məmmədov Azərbaycan futbolunu sökməklə məşğul idi. Turan Tovuzda da onun göndərdiyi kadrlar söz sahibidir. 10 ilə ya xan ölər, ya eşşək məsəlində olduğu kimi nə Elxan Məmmədov özündən sonra AFFA-ya gələnlərə bu barədə deyib, nə də Turan Tovuzun o zamanki rəhbərliyi klubu Ehtiram Quliyevə təhvil verəndə məlumat verib. İndi Ehtiram Quliyevin vəziyyətini təsəvvür edin. Adam heç bir fayda görmədiyi futbola malını, pulunu xərcləyib, transferlər edib, Qurban Berdiyevi gətirib, 32 il sonra doğma rayonuna Avrokubok həyəcanını yaşatmaq istəyib birdən-birə UEFA-dan belə bir qərar. Sadəcə çox heyf bu insanın əziyyətinə. Elxan Məmmədov 4 ildir Azərbaycandan getsə də bizim futboldakı izləri silinmir, getmir. Onun dövründən qalma problemlər hələ başımızı çox ağrıdacaq. Turan Tovuz son ümidini İdman Arbitraj Məhkəməsinə bağlayıb. Əgər onlar Tovuz klubunun UEFA-nın qərarından apellyasiyasını təmin edərlərsə, hər şey öz axarı ilə gələcək. Əks halda bütöv bir klubun bir mövsümlük əziyyəti kimlərinsə nadürüstlüyü ucbatından yerə vurulacaq. Oyun baxımından Qurban Berdiyevin gözəgəlində futbol oynatmadığını biz onun Rubindəki dövründən bilirik. Amma Berdiyev həm də nəticəyə oynayan praqmatik məşqçi kimi tanınır. Azarkeşlər bəzən onu göylərə qaldırıb, bəzən asıb kəssələr də mövsümün sonunda baş məşqçi olaraq qarşıya qoyulan məqsədə çatdı.
Berdiyevin komandasını Avropada görmək maraqlı olacaqdı. Görək İdman Arbitraj Məhkəməsi nə qərar verəcək. Bu qərardan asılı olmayaraqsa Turan Tovuz adını bizim futbolun tarixinə yazdırdı. İlk dəfə məhz bu klubun futbolçusu dünya çempionatını oynayacaq. Yayımlarda təqdim ediləndə Azərbaycan çempionatından gəldiyi qeyd olunacaq. Bu Panama millisinin müdafiəçisi Roderick Millerdir. Mövsümün 4-cüsü sezonu heç bir rəqibində olmadığı qədər 17 legionerlə keçirən Neftçi. Neftçi bu mövsüm yaşadıqlarına görə Jean-Claude Van Damme'ın 30 il əvvəlki məşhur döyüş filmlərini xatırlatdı. 2-3 raund döyüldü, sonra inanılmaz geri dönüş edərək meydandan qələbə ilə ayrıldı. Neftçi mövsümdə ilk qələbəsini 5-ci turda Sumqayıtla görüşdə qazandı. 12-ci tur yekunlaşanda komandanın hesabında 3-ü qalibiyyət olmaqla cəmi 15 xal vardı. Yəni mümkün xalların yarıdan da azı. Noyabrın 23-də İmişli FK-ya məğlubiyyət isə rəhbərliyin səbr kasasını daşıran son damla oldu. Amma baş məşqçi Samir Abbasov asanlıqla postundan getməyə fikrində deyildi. Belə də Neftçinin mətbuat xidməti baş məşqçini nəticələrə görə tənbih edə-edə, sanki məktəbdən qovulan şagirdi danlamaq tərzində istefa xəbərini yaydı. Dinləyin və nəticə çıxarın. Stat. Samir Abbasova ötən ilin oktyabrında müqavilə bağlanandan indiyədək rəhbərlik tərəfindən hər cür dəstək göstərilib. O cümlədən transfer fəaliyyəti və komanda quruculuğunda ona tam səlahiyyət verilib. Mövsümlərarası fasilədə və mövsüm başlayandan sonra həyata keçirilmiş 14 transferin hamısı baş məşqçinin istəyi və təsdiqi ilə başlayıb. Komandanı tərk edən oyunçularla bağlı bütün qərarları da baş məşqçi verib. Müqavilə bağlanarkən Samir Abbasovun qarşısına hədəf kimi yaradıcı və hücum futbolu sərgiləmək, komandanın iştirak etdiyi bütün turnirlərdə ən yüksək nəticələrə nail olmaq qoyulub. Bununla belə, keçən 12 tur ərzində nə komandanın inkişaf dinamikası, nə də turnir cədvəlində qərarlaşdığı yer qənaətbəxş deyil. Baş məşqçi tərəfindən mövsüm ərzində komandanın oyundan oyuna yüksələn xəttlə gedəcəyi, noyabr ayında futbolçuların formasının ən yüksək pilləsinə çıxacağı vəd edilsə də, son görüşlərdə oyun keyfiyyətinin aşağı düşməsi müşahidə edilib. 12 oyunda qazanılan cəmi 3 qələbə arzu olunan sayılmayıb. İmişli ilə görüşdəki məğlubiyyət isə enişin kulminasiya nöqtəsi olub. Samir Abbasovun Neftçidə həm oyunçu, həm də məşqçi kimi xidmətlərini nəzərə alaraq peşəkar etika naminə özünün istefa verməsi klub tərəfindən ona təklif edib. Samir Abbasov gətirilən arqumentlərlə razılaşmayaraq, cari nəticələrin elə də pis olmadığını, hazırki uğursuzluğun bilavasitə onun məşqçi fəaliyyəti ilə deyil, təsadüfi faktorlara bağlı olduğunu iddia edib. Mövsümün sonunda komandanın ilk üçlüyə düşəcəyini söyləyib. İstefa verməkdən imtina edərək bildirib ki, klub onunla müqaviləyə bir tərəfli qaydada xitam verəcəyi təqdirdə tam həcmdə təzminat tələb etmək fikrindədir. Statın sonu. Bax belə, Samir Abbasov bu dəfə deməyə 2024-2025-ci illər mövsümündə olduğu kimi söykənməyə tutarlı bəhanəsi qalmamışdı. Heyəti özün yığmısan, tam səlahiyyət verilib, qarşıya qoyulan məqsədə qəbul etmirsən, indi buyur, cavab ver. Nəticədə Neftçi Samir Abbasovun müqavilə üzrə qalan 7 aylıq maaşını təxminən 175 min manatı da ödəyərək canını ondan qurtardı. Gətirdikləri yeni məşqçi isə əsl xilaskar oldu. Yuri Vernudub əvvəl işlədiyi klublarda da nəticə baxımından diqqət çəkmişdi. Böhran vəziyyətinin məşqçi kimi xarakterizə olunurdu. Dekabrın 9-u Vernudubun təyinatı açıqlanandan martın 9-nadək Neftçi 8 oyundan yalnız birində Turan Tovuzu uduzdu. Ondan sonraki sürət daha möhtəşəm idi. 11 oyunda 9 qələbə, 1 heçəçə və yalnız Qarabağa məğlubiyyət. 32-ci turda artıq çempionluğu təmin etmiş Sabah üzərində qələbədə rəqibin rahatlığı, yetərincə motivasiyada olmaması da rol oynadı. Bu qələbə həm də Neftçinin üzünə Avrokubokların qapısını açdı. Sabah bununla sanki Neftçinin borcunu qaytardı. Axı ondan əvvəl məhz Neftçi Qarabağı məğlub edərək Sabahın erkən çempionluğu rəsmiləşdirməsinə kömək etmişdi. İndi isə cənab Vernudubu Avropa imtahanı gözləyir. Mövsümü 5-ci yerdə tamamlayan Zirə Avrokuboklara gedən qatardan son anda düşürüldü. Bəli, məhz düşürüldü. Ölkə kubokunun finalında 1-0 öndə olduğu oyunu Sabaha uduzması ilə indi Rəşad Sadıqovun komandasını Avroliqa maçları gözləyirdi. Çempionatda isə Zirənin stabilliyi, ilk turlardan əldə etdiyi mövqeyini saxlamağa gücü çatmadı. Qartallar mövsümdə ilk məğlubiyyəti 8-ci turda gələcək çempion Sabahdan aldı. Qış fasəsi ərəfəsində 3 turda cəmi 2 xal qazanması komandanı liderlərdən bir qədər geri saldı. Dekabrda Premyer Liqa tərtilə çıxanda 3-cü yerdə olan Zirə Qarabağdan 8, Sabahdan 9 xal geri qalırdı. Arxadansa Daban Qırma, Turan Tovuz, Sumqayıt və Araz Naxçıvan gəlirdi.
Bunlar bir tərəfə, əgər 8 xal geridə qalan Neftçi mövsümün sonunda gəlib Zirəni keçərək Avropaya vəsiqə qazanırsa, bu artıq Zirəlilərin öz səhvidir. 8 xal az fərq deyil. Özü də heyətində 15 legioner oyunçu ola. Zirə Avrokuboku yarışında əsas izləyicilərindən həm Neftçi, həm də Turan Tovuzu 3 çempionat maçının heç birində məğlub edə bilmədi. Aprelin 7-sindən mayın 8-nə dək olan dövrdə 6 oyundan 5-ni heç-heçə ilə bitirmək isə onların Avrokubok arzularını bitirdi. Ümumiyyətlə, heç-heçə Zirənin xəstəliyidir. Mövsüm boyu hamıdan çox 14 heç-heçə var qartalların hesabında. İlk altılıqda ən az qol vuran da Zirədir. Komandanın ən çox qol vuran futbolçu isə hücumçu, yarı müdafiəçi yox, müdafiəçi Ruan Renatodur. O da bombardilər siyasında 13-cü yerdə. Zirə bu mövsümə nöqtə qoyub Avropa arzularını dəfn etsə də, qəfildən onların bəxtinə gün doğub. Əgər İdman Arbitraj Məhkəməsi UEFA-nın Turan Tovuzla bağlı Avrokubok qadağasını qüvvədə saxlasa, o halda turnirin cədvəlinə uyğun olaraq Konfrans Liqasında Rəşad Sadıqovun komandası iştirak edəcək. Amma qəfil verilən qərarla Zirə Konfrans Liqasına çətin ki hazır ola. Heyətdən gedənlər var. Hazırlıq planı tam fərqli düşünülmüşdü. Belə Avrokubok maçı oynamaqdansa Zirə üçün Avstriya və ya Türkiyədə 2 yoxlama oyunu keçirmək daha faydalı olardı. Tovuzların Avropadan kənarda qalmasında isə Zirə nə səbəbkardır, nə də günahkar. 7 il əvvəl məsuliyyətsizliyi kimlər edib, qoy onların vicdanı sızlasın. Və nəhayət ilk altılığının sonuncusu Araz Naxçıvan. Bu komanda evini öz əli ilə yıxdı. Ötən mövsüm Azərbaycan Liqasında bürünc medallara qazanan Naxçıvan təmsilçisi ilk dəfə oynadığı UEFA Konfrans Liqasında Yunanistan Arisini mübarizədən kənarlaşdırmaqla hamını təəccübləndirdi. Transferlər üçün samballı vəsait xərclənmişdi. Heyət də Avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq gücdə idi. İlk 4 turda 10 xal toplayan Elmar Baxşevin komandası birinci zərbəni Qarabağdan aldı. 0-5. Naxçıvan klubunun oyundakı sabitlik bununla da pozuldu. Qış fasiləsinə qədər ara sıra 1-2 qələbə yarıya məlhəm olmadı. Outsider Qəbələyə, o vaxt pis vəziyyətdə olan Neftçi və Sumqayıta məğlubiyyətlər, Şamaxı ilə heç-heçə isə klubun iddialı və emosional rəhbərliyini özündən çıxardı. Dekabrda Azərbaycan Kubokunun 8-1 finalında Kəpəzə uduzub yarışla vidalaşmaq, 10 gün sonra Qarabağdan növbəti 5 qolluq darmadağının alınması. Bununla klubun faktiki sahibi Zaur Axundovun beyni çöndü. Elmar Baxşevin Araz Naxçıvandakı etimad güzəşt limiti doldu. Həmin günlərdə çempionatda qış fasiləsi başlayanda Araz Naxçıvan 6-cı sırada idi. 3-cü yerdəki Zirədən cəmi 2 xal geri qalırdılar. Bəlkə də odun üstünə yağ tökənlər, ətrafındakilərdən baş məşqçi ilə bağlı Zaur Axundovun qulağını dolduranlar da oldu. Nəticədə Elmar Baxşiyev istifaya göndərildi. Yerinə kim gətirildi? Baş məşqçi kimi heç bir uğuru olmayan Andrey Demchenko. Ukraynalı məşqçi Araz Naxçıvanın nəinki böhrandan çıxardı, əksinə quyunun lap dibinə saldı. Karvan Yevlax və Kəpəzdən sonra mövsümdə ən çox 33 oyunda 58 qol buraxan komanda Araz Naxçıvandır. Martın 18-dən sonra Naxçıvan klubunda rəqibləri üçün sanki bonus kampaniyası başladı. Kimə vacib xal lazım idisə, Demchenkonun komandası onlara uduzmağa hazır vəziyyətdə idi. Yalnız mövsümün son 2 turunda artıq bütün suallara cavab tapıldıqdan sonra Kəpəz və Zirə üzərində əhəmiyyətsiz qələbələrlə Araz Naxçıvan mövsümü 6-cı yerdə, Demchenkonun qışda təhvil aldığı mövqedə başa vurdu. Bu məşqçini Zaur Axundova məsləhət görənlər bəlkə də mövsümün sonunda gizlənməyə siçan deşiyi axtarırdı. Artıq o heyət dağılıb. Demchenko və köməkçilərinin ardınca ondan çox futbolçu, o cümlədən Araz Naxçıvanın bu mövsümki bombardiri Bamuaka Simakala, Felipe Santos və digərləri yola salınıb. Nəticələr haqqında bu qədər. Əlavələr. Hakimlik bu mövsüm son illərdə görülmədiyi qədər bərbad idi. Demək olar ki, hər tur hakimlərlə bağlı şikayətlər, qalmaqallar oldu. Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun şərhləri bəzən bir-biri ilə ziddiyyət təşkil etdi. Ötən həftə hansısa oyundakı epizoda penalti vardı deyən komitə sədri 5 gün sonraki qarşılaşmada eyni epizodda penalti yox idi dedi. Turan Tovuz, Neftçi, Qarabağ, Araz Naxçıvan daha çox hakim qərarlarından ziyan gördü. Sezon göstərdi ki, hazırki vəziyyətə görə bizim çempionatda elə maksimum 12 komanda oynamalıdır. Ən sadə problem, stadion problemi həllini tapmayınca say artırmaq məsələsi barədə düşünmək yersizdir. Aşağı liqalardakı klubların peşəkarlığını artırmaq lazımdır. 5-10 nəfəri çayxanadan yığıb əşi, affa hər ay pul verirlər düşüncəsi ilə peşəkar klub yaratmaq olmur. İmişlinin Qubada, Araz Naxçıvanın Mərdəkanda, Kəpəzin harda yer tapdı orada oynamağı normal liqa adına yaraşmır. Bütün bu futbol cəngəlliyində baş çıxarmağa çalışan
Peşəkar Futbol Liqasını da unutmaq olmaz. AFFA-nın üzünü ağardan bir struktur, bir qurum varsa da o da PFL-dir. Azərkeş üçün oyuna qədər ki, oyundan sonraki proses maraqlı deyil. Ona görə əksəriyyətə PFL adı nəsə demir. Biz jurnalistlər isə bu üç liqanın normal səviyyədə təşkilində çəkilən zəhməti yaxşı bilirik. Hər şey mükəmməl olmasa da başda Elxan Səmədov, Aslan Şəkkəldiyev, Elgiz Abbasov üçlüyü olmaqla bütün PFL komandasının işi təqdirə layiqdir. PFL-in olmadığı 1992-2007-ci illər aralığını görənlər fikrimi daha yaxşı başa düşər. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info TV üçün.